Qazaxıstan prezidentinin atası Kemal Tokayev Qazaxıstanda vaxtilə Sovet dövründə ən çox oxunan əsərləri ən böyük tirajla çap olunan bir dedektiv yazıcı olub və mən onun əsərləri Azərbaycan dilində də çap olunub və əsərlər haqqında bir məqalə yazmışdım. Və bu məqalə prezidentin də diqqətini cəlb edib, ona görə bu mükafatla məni təqdim edib. Və həmin məqalənin elmi variantını mən konferans məruzəsi kimi təklif elədim və qısaca məqalənin içində nələr var, onların, yəni məqalənin xülasəsini sizin diqqətinizə çatdırmaq istəyirəm. Məqalədə Kemal Tokayevin yaradıcılığı milli mədəni yaddaş, tarixi şuur və epoxalar arası diyalog kontekstində təhlil edilmişdir. Müəllif Mikhail Baxtinin Böyük Zaman və Hans-Georg Gadamer'in üfüqlərin qovuşması nəzəri konsepsiyalarına istinad edərək diqqəti yazıcının Sovet dövründə qələmə aldığı əsərlərinin müasir oxucu tərəfindən yenidən mənalandırılması mexanizminə yönəldir. Araşdırmada Kemal Tokayev yaradıcılığında dedektiv janrının spesifik funksiyası, insan və cəmiyyət münasibətləri, etik seçimlər və vicdan problemi bədii nümunələr əsasında təhlil edilir. Diqqət yönəldilən digər istiqamətlər ədəbi varislik və mədəni davamlılıq məsələlərinin Azərbaycan ədəbiyyatı ilə paralellər fonunda araşdırılması, eləcə də yazıcının əsərlərində insanlıq dramı, müharibə həqiqətləri və sosial ziddiyyətlərin müasir kontekstdə qiymətləndirilməsidir. Məqalənin elmi nəticəsi bundan ibarətdir ki, Kemal Tokayev bizi müasir qloballaşma dövründə milli və ümumbəşəri dəyərlərin sintezi kimi mühüm əhəmiyyət daşımaqdadır. Və mən bu Kemal Tokayevin əsərlərindən tanış olmazdan əvvəl Qasım Cömert Tokayevin, yəni indiki Qazaxıstan prezidentinin özünün atam haqqında düşüncələr adında son dərəcə maraqlı bir məqaləsini, məqalə də deyil, o əslində düşüncələr, yəni janrını da müəyyənləşdirmək xeyli çətindir. Düşüncələrini qələmə alıb, esse adlandırmaq mümkündür və prezident olmazdan əvvəl. Və mən həmin əsərlə, tutaq ki, Yusif Səmədoğlu vaxtı ilə 1930-cu illərdə atası Səmədoğlu'nun son dərəcə, yəni bütün Sovet məkanında olmasa belə, Azərbaycanda son dərəcə populyar olan Komsomol poeması əsasında 60-cı illərin sonunda və artıq 60-cı illər ədəbiyyatının, 60-cı illər ictimai, siyasi, mədəni ab-havasının təsiri altında Yeddi oğul istərəm ssenarisini yazmışdı və Yeddi oğul istərəm ssenarisi Səmədoğlu'nun yaradıcılığına yeni bir həyat verildi. Yaxud biraz yaşlı nəslin nümayəndələri çox yaxşı xatırlayarlar. 1984-cü ildə Anarın Sissiz əsəri nəşr olundu və Qasım Cömert və o Sissiz əsərində artıq Rəsul Rızanın da Nigar Rəfibəlini də və o ailənin taleyini də Azərbaycan oxucusu tamam başqa bir prizmadan oxuya bildi, dərk edə bildi. Və bu baxımdan Kemal Tokayevin yaradıcılığı haqqında onun oğlu Qasım Cömert Tokayevin yazdığı da elə bir ki, Sovet dövrünün populyar yazısının indi müstəqil Qazaxıstan oxucusunun gözü ilə qiymətləndirilməsidir və əsərdən demək, mən əsəri Kemal Tokayevin, yəni mən oxudum əsərlərini, bütün əsərlərini oxumamışam, Azərbaycan dilinə tərcümə olmuş əsərlərini oxumuşam. Bunun əsasında təhlil qurmuşdum və icazə versəniz bu məqalənin son bir neçə abzasında sizin diqqətinizə çatdırıb söhbətimi bundan yekunlaşdırmaq və bir də reglamentə əməl etmək nümunəsi göstərmək istəyirəm. Atam haqqında düşüncələrdə göstərildiyi kimi Kemal Tokayevin xarakterinin formalaşmasına həyatın acı və sərt təcrübələrinin güclü təsir olmuşdur. Yazıcının prinsipial dövlətçilik və ədalət duyğusunun qaynağını onun şəxsi bioqrafiyasında, körpəlikdən ata himayəsindən və ana sevgisindən məhrum qalmasında, insanların qəddarlığı ilə üz-üzə gəlməsində görmək ciddi elmi əsaslara söykənir. Uşaqlıqdan yaşadığı sarsıntılar
onda kim və qəddarlıq doğurmamış, əksinə insan arasına həssaslıq, şəfqət və humanizm duyğusu yaratmışdır. Bu hal müasir psixologiyada post-travmatik büyümə kimi izah olunur. Yəni, post-travmatik büyümə insanın ağır və sarsıdıcı həyat təcrübələri ilə mübarizə prosesində qazandığı müsbət psixoloji dəyişiklikdir. Güclü iradəyə, yenilməz xarakterə malik fərdlər yaşadıkları ağrıları, keçirdikləri böhranları qısqanclığa yox, şəfqətə, empatiyaya, mənəvi dəyərlərə bağlılığa yönəldirlər. Tale ilə döyüşlərdə formalaşan güclü xarakterlər şərin böyüməsinə imkan verməmək üçün şuurlu şəkildə xeyirxahlığı seçir, bunu hər şeydən öncə özlərini qorumaq naminə bir sipərə çevirirlər. Yazıcı üçün yaradıcılıq həm də yaşadığı sarsıntıları, uşaqlıq travmalarını mənəvi təmizləməyə, Aristotelin ifadəsincə katarsisə çevirmək imkanı yaradır. Kemal Tokayevin həyat təcrübəsini, insanın keyfiyyətlərinin bədii hissinə birbaşa sirayət etməsi, yazıcının həyatda nizam və harmoniya axtarmaq idealının ifadəsidir. Mənəvi katarsis üçün zəruri şərt olan harmoniyanın tükənməz qaynağını isə xalqın yaddaşının dərinliklərində axtarmaq lazım gəlir. Bax, o türbədə Jolbars ata biliyor. O bütün cəlairlər üçün müqəddəs şəxsdir. Xalqın müflisləşdiyi, qıtlıq olduğu ağır illərdə köç zamanı vəfat edir. Ölüm ərəfəsində xalqına deyir ki, nəşini qara dəvənin belinə qoyub, başını buraxsınlar, özləri də qara nərmin dayandığı yerdə yurt salsınlar. Öz qurtuluşlarını həmin yerdə tapacaqlar. Dəvə bütün günü o təpəyə çatanıcan gedir. Həmin vaxt bura qumluq səhraymış. Ağsaqqallar yığışıb məşvərət edib, o qədər cəmaatın burada yaşaya bilməyəcəyinə, biləcəyinə inanmıyorlar. Səhər açılanda isə yaxınlıqda göz yaşı kimi dumduru suyu olan göl əmələ gəldiyini görürlər. Kəskin süjetli, gecə açılan ateş povestində obrazların birinin dilindən verilmiş bu mətin uçsuz-bucaqsız Qazaq çölündə dolaşan əfsanələrdən biridir. Bu əfsanə təsəvvüründə atam haqqında düşüncələrin ayrı-ayrı epizodlarını yenidən canlandırır, hərəkətə gətirir. Bərəkətli Qazaxıstan torpağının üzərinə çökülmüş qaranlıq fəlakət, böyük acılıq zamanı bu 30-cu illərin əvvəllərində və Qazaxıstan əhalisinin yarısı acından ölmüşdür. 10 yaşlı Kemal qardaşı Qasımla birlikdə bir qismət çörək tapmaq ümidi ilə evdən çıxıb şəhərə tərəf yollanır. Acılıqdan baş götürüb şəhərə gedən uşaqları yolda milis patronu saxlayır. Yoldakı sahibsiz uşaqları toplayan milislər cındır paltarlı bu iki oğlanı zorla arabaya oturdurlar. Çarəsiz tifirlər ağlayıb yetim olmadıqlarını deyəndə milislərdən biri onları hədərləyir. O yan bu yan eləsəniz sizi uyuyanır. Əslində uşaqları uyuyanır. Valideynlərindən xəbərsiz yetimxanaya qoyurlar. Uşaqlar da quyudan salamat çıxır. Onlardan biri daha sonra daha dərin quyuya düşür. Böyük qardaş Qasımın 2-ci Dünya müharibəsindən Qazaxıstana qara kağızı gəlir. O biri qardaşın isə ömür yolu ağır döyüşlərdən keçir, müharibədən vətənə yaralı qayıdır. Həm mənəvi, həm də fiziki yaralarını yenir, ali təhsil alır, ailə qurur. Gələcəkdə öz xalqının və müstəqil dövlətinin taliyinə cavabdeh olacaq, əslinə kökünə bağlı evlatları böyüdür. Qazaxıstanın nüfuzlu yazıçılarından biri oldu. Kemal Tokayevin taliyində Qazax xalqının yüzillər boyu yaddaşında yaşatdığı Jolbars ata əfsanəsinin hikmətini görürəm. Bu səhranın ortasında dumdur göl əmələ gətirən, səhranı xalqın bərəkətli yurt yerinə döndürən fövqəlbəşər qüvvə seçdiyi insanı quyunun dibindən çıxardıb zamanın sonsuz üfüqlərlə yola salır. Bu da mən o yazdığım məqalədən, hissədən bir hissi diqqətinizi görə teşekkür ederim.